Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Premier Liqanın 7-ci turunda Xəmsə Mehdiyabad və Repro Unity komandaları qarşıdurmasına oyuna start götürür. Hər iki komandalara uğurlar arzulayırıq. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç diləyi ilə. İndi isə gəlin heyətlərlə hənəfi olaraq sizlərə tanış edək. Xəmsə Mehdiyabad komandasının heyətləri belədir. Qapıda 1 Davud, 9 Samir Əmirov, 12 Ceyhun, 14 Xəzər, 7 Elçin, 74 bu nə oldu? Qoqqi, 6 Şamo, 5 Cavidan, 10 Yunis Əliyev, 13 Arif, 2 Əli. Repro Unity komandasının isə heyətləri belədir. Qapıda 1 Ramil, 5 komandanın kapitanı Sədi, 86 Kamil, 21 Kamal, 33 Omran Müsənnəd, 39 Ceyhun. Ənənəvi olaraq bənövşəkli formada Repro Unity komandası, qırmızılı formada isə Xəmsə Mehdiyabad komandası meydanda mübarizə aparır. Xəzər, sənin sualıma cavab verim, 6-1 qalib gəlir Namıqil. Davud. Elçin yenidən qalkiper ilə oynadı. Ceyhunun zərbəsini özünə çatdırır. Ta bir zərbə Kamildən. Blok qoyuldu. Ceyhun ötürməsi ağzına. Elçin Əliyev baxır qapıya. Cəlmə meydan əsasını ötürməkdir və son anda qalkiperdən toxmuş var. Bəli, Xəmsə Mehdiyabad. Elçin Əliyevin zərbəsi qapının üzərindən keçir. Toxmuş var müdafiəçilərdən. Köroğlu Sportster meydanı salardı. Və Omran Müsənnəd risk etmir. Topu meydandan kənarlaşdırır. Xəmsə Mehdiyabad komandası topladı. Müdafiənin arxasına doğru ötürmə və Kamal uzaqlaşdırır topu kornerə. Kurallarıca. Elçin Əliyev. Əliyev zərbə qüvvətli, lakin qeyri qalmır. Sədi. Solsuna ötürməyə Kamal ram edə bilmədi topu. Davud. Elçin. Elçin ötürməsi. Kamil qəbul edir. Kamal. Son toxmuş. Kamalın özündəndir. Şamo. Ceyhun uzaqlaşdırdı alta. Ramil. Omran Müsənnəd. İntən Ramil. Uzun ötürmə. Elçin qarşılayır ötürməni. Və out. Şamo. Şamo'dan qüvvətli zərbə gəlir və Ramil qapısına diqqətlidir. Paylaşıb dəstək olun yoldaşlar zəhmət olmasa. Xəzər. Durma Elçinə. Geriyə çəkildilər. Sədi uzaqlaşdırdı. Ceyhun. Ceyhun zərbə indirdi və Xəzərdən blok var zərbəyə. Uğursuz sənin olur. Repro Unity komandasından müdafiə arxasına doğru ötürmə.
Samir Əmirov aşırmaz zərbə indirməyə çalışdı. Uğursuz alındı zərfi. Kamil. Bir və qayda pozulur. Şamoldan şobozluq var. Şobozluq var. Var ki, zədəsi ciddi deyil. Bu arada Ceyhun başla fərqlənir hesabatçılar maçda. Repro Unity komandası tərəfindən. Türmən sonrasında Ceyhun topu torlara qavuşturur. Esin Əliyev. Davud. Qüdrət yenidən Davud oynadı. Qüdrət. Davud. Zərbə çərçivədən yan keçdi. Kamal. Ziyakan ötürməsi keçmir. Out. Zəhmət olmaz. Esin Əliyevdən Ziyakan ötürməsi. Sol zona Deyganlı. Xəzərin ötürməsi qəbul edə bilmədilər. Ramil. Ramil yanda Orhan Müsənnə. Zəif alında ötürməsi Qüdrət. Kamildən top meydanı tərk edib out. Qaralar yox mənim şeylər. Minimal fərqdən dedilər. Repro Unity komandası. Hakim səhv qayda konusunu təyin edir. İki nəfərdən ibarət canlı set qurulub. Elçin Əliyev topun gerisində. Yaxınlaşdı, qüvvətli zərbə endirir. Golkiper qapısında diqqətli. Korner. Qüdrət. Sağ sınaq oynadı Elçin. Sonra keçmir. Al. İndən Qüdrət. Davud. İstəydi bu ötürmə. Qüdrət. Çin. İstədiyi kimi devam edə bilmədi. Topu istədi. Şimdi meydanı tərk edir. Samir Əmirov. Tək toxunuşda ötürmələri yaxşı aldı. Samir Əmirovun zərbəsi qapının üzərindən keçdi. Qüdrət. Geriyə çəkirlər Davud. Sonra müdafiə arxasına Ramil bir qədər çıxışda inanımsız idi. Kamil. Kamil zərbə indirdi. Davud. O qədər də çətin olmadı o zərbəni dəf etmək onun üçün. Qüdrət. Qayda pozluğuna qarşı. Samir Əmirov. Zərdən tək toxunuşda ötürmə uğursuz alınır. Davud. Sol sınaq Samir. Samir Əmirov. Qayda pozulub. Əmirova qarşı Kamil tərəfindən.
Biz səsləndirildi. Qüdrət topun gərisində. Onu görürük canlı sətdə. Türmə ilə standart vəziyyət yerinə yetirildi. Ceyhun. Davam oynadı. Kamalın ötürməsi geridə idi. Qüdrət. Sami'nin ötürməsi geçişində top ayağına oturmadı. Ekstrem şansı Repro Unity komandasından. Omran Müsənnə. Kesimi ötürmə ama hücum devam edir. Ceyhun. Ötürmə qarşılığında. Sami. Şamo. Qüdrət. Əzik var sərdən ama. Bir daha yeni gələnlərin nəzərinə çatdıraq. Və bu arada Kamil'e qarşı mərkəzdə qayda pozulur. Repro Unity komandasının minimal üstünlüyü var. Asın 11-ci dəqiqəsində. Köroğlu Sport Stage idançaları için Davud sağsına ötürmə Ceyhun Edən qapısına ötürmə gəldi. Kamal kifayət qədər qüvvətli zərbə endirmişdi ama top qapının üzərinə keçir. Davud. Üçün yenidən Davuda gəldi ötürmə. İçin Əliyev. Ara ötürməsi və Rami. Diqqətlidir qapıda. Və ötürmə. Qapının üzərindən keçdi. Əkbər bəy bildirdim. Yenə də məlumatlandırıram. Bənövşəhərli formada Repro Unity komandasının 1-0 hesabı üstünlüyü var Xəmsə Mehdiyabadla mübarizədə. Samir. Teşekkürler Əkbər bəy. İstədi. Uzun ötürmə geridə. Enes. Müsəliyevin ötürməsinə blok gəldi. Ceyhun zərbə qapının üzərinə keçir. Bir qədər də time out ayrılır. Atın zərbə. Kamal. Davudsa uzaqlaşdırdı. Out. Əli. Dönəcək ona. Kamal uzaqlaşdırır. Ceyhun. Geriyə çəkildi. Kamal.
Sədi. Başa düşmədilər bir-birlərinə. Omran Müsənlə ilə Əli sol sanatdan irəliyir. Cərmə meydan sahasına ötürmə, amma komanda yoldaşlarından heç kim yox idi cərmə meydan sahasında. Out. Ramil. Şamal. Səhvinin ötürməsi Elçin Əliyev. Daha doğrusu qüdrətlidir bu qarşılayan. Əli. Kamil. Geriyə çəkilir. Sami Əmirov. Əli. Sağ ağzına ötürmə Yunus Əliyev istiqamətində bir qədər onun sürətini hesablanmamış ötürmə olur. Ramil. Uzun ötürmə edir Ceyhun. Omran Müsənlə. Top itkisi var Omrandan. Əksüm şansı Xəmsə Mehdiyabatdan gələcək. Yunus Əliyev. Ceyhun zərbə endirir və gol! Stas golu gəlir. Xəmsə Mehdiyabatdan 1-1. Ceyhun topu torlara göndərir. Elçin, Ceyhun. Həsən. Out. Elçin devam edə bilmədi topu. Ceyhun. Ceyhundan qüvvətli zərbə gəlir və Davo qapısına diqqətlidir. Aleyküm salam Emin, xoş gəlmişsən. Sağ ol, sən necəsən? Bəli, Bənəfşehirlər Reprolar Xəmsə Mehdiyabatla oynayırlar, 1-1 hesab. Bura Koroğlu Sportster meydanı olanır. Aleyküm salam yoldaşlar. Kamil, qüvvətli sərbəndərə yaxınlıqınızda, lakin top çərçivədən yana keçir. Elçin. Pauza elədi. Sol uzun ayetini. Şəriyev. Out. Kamil. Kamal. Daha bir al. Bəli, bəli. Mən şərh edəcəm. Üçüncüdən zərbə. Saat 10 və 9 və 10-da. Hər iki oyun ikisində. FA kapı deyirsiniz də təzəliyi. Ramildən müdafiə arxasına planlaşdırmış ötürmə. Out'a yolanda top. User. Eğer əməkdaşlıq eləmək istəyirsə, şəxsə müraciət edə bilərsiniz. Həyat da biografidə nömrə var. Oradan da WhatsApp-dan müraciət edə bilərsiniz. Kamal pressing nəticəsində topu qazandırır. Qapıya doğru zərbə. Davud qapısına diqqətlidir.
İkinciden zərbə. Omran Müsənnə zərbəsi qapının üzərinə keçdi. Elçin ara ötürməsi fikir yaxşı idi, lakin uğursuz oldu hücum həmləsi. Ceyhun yanında Kamal arzu olmaz finçəhdə uğurluq Elçin Əliyevdən, amma 2 nəfərin arxasından çıxa bilmədi. Elçin out. Əli sağ-sağlı oynadı. Qüdrət Yenidən Əliyə gəlir ötürmə. Və out. Out. Davud. Ramil. Kimi gəldi Şamilə. Meydan çəkir. Və beləliklə ilk sənə final fikri səsləndirilir. Birinci sədə sinəməliydim şəxsinin Seyid Ərsənli. Qısa fasilədən sonra görüşmə ümidi ilə hələlik deyiləm. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçda ikinci hissə start götürür. Yenidən uğurlar arzuluyuruq hər iki komandaya növbəti hissədə. Hissə nəticəsini xatırladaq. Bir-birliyi, bərabərliyi var hissədə. Kəsər. Solzuna ötürmə gəldi, yaxal. Ceyhun akrobatik zərbə qapının üzərindən keçir. Aleyküm salam. Xoş gəlmişsiniz yoldaşlar. Deo, qapını sıxma, Deo. Düş sentrdə, qal sentrdə, Deo. Nə sağa gelsən, nə sola. Biraz qapçı tərəfdə. Qal orada, get. Bəli, kör oldular. Spor istəyirdə. İnanla Chelsea Baku, bəli. Chelsea Baku 6-2 uzur. İnanma. Xəzər, Samir Əmirov, yenidən Xəzər. Sərmə meydan sahasında qalma qarşılıqlar baş verir. İnşallah. KVP 190. Əziyyət olacaq. Hal-hazırda Elçin yanında Əli. Deyən verirəm. Oyunu izləyirsənsə, baxırsansa, boşsansa sənə zəhmət. Əlidən zərbə gəldi, Ramil qapısına diqqətlidir. Zərbə mövqeyi axtarı Elçin Əliyev. Oturma etdi. Yenidən Elçin. Geriyə çəkilir. Samir Əmirov. Yenidən Əliyev. Elçin Əliyev zərbə endirdi, çərçivədən önə keçir. KVP mod verdim. Əli.
Koroğlu Sport Steri. Bir daha yeni gələnlər nəzərinə çatdıraq. İkinci hissənin əvvəllərdə maçda bir-birlik, bərabərlik var. Repro Unity və Xəmsə Mehdiyabad komandalarının mübarizəsində. Yunis zərbə dirəkdə meydan tərk edir. Ceyhun. Yunis Əliyev. Kamil amansız bir təzyiq var idi ondan. Elçin. Süper hərəkətlər idi və qaydanı pozub Samir Əmirov Kamilə qarşı. İki dəfərdə ibarət canlı səhv qurulub. Kamal yaxınlaşdı, zərbəsi canlı səhvə meydanı tərk edir. Kamil. Geriyə çəkildi, Ramil. Uzun ötürmə Elçin Əliyev uzaqlaşdırdı. Əli Həsənov. Mərkəz doğru meyləndi. Qapı boşda hal-hazırda Əli özü irəlilədi. Sağ ötürmə. Və qayda pozuldu. İzləyicilər tempi vermir axı. O tempi yoxdur sizdə də. Elçin Əliyevin zərbəsi dirəkdən qayıtdı. Samir Əmirov. Uzaqlaşdırdılar. Həli, başladı. Əlidən soldan kimi gəldi. Dəli. Rami, refleks. Çox gözəl alınır. Qüdrət. Yunis Əliyev. Yunis Əliyev. Top qapının üzərində keçsin. Var köhnələrdən də var. Kamal. Olur. Niye olmasın, olur. Oyunuma bakın. Biz oynama şereflisi. Qüdrət. Əli ilə oynadı. Əlinin zərbəsi və qoxmuş var sonunda. Yox, xeyr, hakim. Qapıdan zərbəyə işarə edir. Var da, var deyirəm, var. İnan var. Başqalar da olmalı. Yunis Əliyev. Əlidən sol uzun ötürmə gəldi. Elçin. Daha doğrusu bu Qüdrətdir. Elçinlə Qüdrətli çox bənzədirik. Yeniden Qüdrət. Elçin. Geriyə çəkildi Qüdrət. Əli. Şimdi flamağa çalışdı. Qüdrətin gəlişinə zərbə blok qoydu.
Fol. Sərbəst zərbə mi? Bəli, sərbəst zərbə. Samir Emirov sağlı səhvdən top geri döndü, out. Qüdrət. Yasanov. Yine sağ Samir. Yok koyulur. Daha bir al. Ali. Qüdrətə gəldi ötürmə. Bir daha Ali. Out. Samir Emirov sərbəsi yaxın üçüncə. Ramil yaxın 9'luğu bağlamışdı. Yox. Top dirəkdə meydan tərk edir. Samir. Geriyə çəkildi. Ali. Əlinin zərbəsi və korner. Bundan sonra bağlayıb, tamam yenidən açaram. İzləməyə almamışsınızsa, səhifəni izləməyə alın. Bağlayıb təzdən açacağım. İzləmək istəyənlər var idi FA Cup'dan, ona görə. Bu oyun bitəndən sonra. Deməli başlı düşdü canlı. Qüdrət deməli gəlmişdi, amma uğursuz alınır Xəzərin bu toxunuşu. Bəyənməyin yoldaşlar, bəyənməyin. Birazdan canlı bağlayıb asandan sonra bəyənərsiniz. Heç dinləməyin, nə paylaşın, nə bəyənin. Yormayın özlərək. Bağlayıb açarıq təzdən, qalxacaq canlı. Onda bəyəni paylaşım edəyərsiniz. Əliyəsən o topladı, sol sınaqlı oynadı. Qüdrət. İntənəli. Qüdrət. Əli. Yenə də Qüdrət. 2 nəfər hücuma çıxdılar. Artıq Apple Unity kanalası kompakt oyun nümayiş etdirir. Samir Emirov top ayağına dolaşdı. Evet. Bizden top geldi Qüdrətə. Əlin ötürməsi qarşılandı. Qapı boşda uzaq məsafədən çərçivədən yan keçir. Davud. Murat Müsənə ötürmə zamanı səhvə yol verilmişdi və uzaqlaşdırılır top. Asfar deyil, sport deyildi. Asfarla üzbəyüzdür. Xəzər, top meydanda qalır. Sağsına ötürmə, Yunus Əliyev. Əliyevin ötürməsi keçmədi. Elçin. Zərbə komandasına əksdim əmrə sonra müsəndə sürətdən də sağsına ötürmə. Kamil zərbə indirir, golkiper. Müdaxiləsi vaxtındadır, refleksi yerindədir. Out. Ceyhon. Qayda pozuldu Ceyhona qarşı.
Xəzər. Yunus Əliyev də qoşulur sol cinahdan. Ceyhun qazandırır qaydalar çərçivəsində topu. Daha bir hücum əmrəsi Repro Unity'dən Ceyhun'un zərbəsi Davud. Yerindədir. Ceyhun zərbə indirdi və Davud yenə də dəf edir. Gitme, tamam, gayet gel bura. Samir Emirov top ayağına yaxşı oturmalı. Bu arada time-out ayrılırıq. Qısa fasilədən sonra yenidən birlikdə olacaq. Hər işin bir çətinliyi var Samir bəy. Və bu arada Ceyhun təhlükəli gəlmişdi. Repro Unity komandası. Hüseyin Əliyev sol cinah oynadı. Samir Emirov zərbə mövqeyi axtarır. Geriyə çəkilir. Xəzər yenidən Samir. Sürüşmə fəndiylə uzaqlaşdırılır. Və Haşim tamam deyir, Respublika ilə pozisyon. Kamil. Out. Gel, şuraya bakın daha, gel biraz daha. Düş daha, oradan alsın değil, düş. Gel sesine bıraksın. Qayda pozuldu qalkipərə qarşı. Artıq oyuncuların fiziki qüvvəsi azaldıqca, yorulduqca, yəni dəqiqələr də daraldıqca bir-birlik bərabərlikdə istər-istəməz əsəblər tarıma çəkilir. Səbirli olmaq lazımdır. Ramil top qapının üzərindən keçdi. Ceyhun. Kamal zərbə indirir, qolkiperdən refleks mükəmməl alınır. Qüvvətli zərbə idi, ona reaksiya idi. Amma Müsənnə sürməsini qarşıladılar. Güzel zərbə. Qayıtdır daha, centra. Tam elə mərkəzi qarşı durmaya layiq bir oyun izləyirik. Hesab da sözünü deyir. Yunus Əliyev. Kim oyunu saxladı. Əli. Türməsi olsun ha. Qüdrət. Əli. Qüdrət.
Əli ilə oynadı. Yenidən Qüdrət. Əli sağ ötürmə Elçin. Bir reys gəldi Elçin Əliyev. Ara ötürməsi yaxşı alındı. Ceyhun'da gol! 2-1 nəhayət tarazlıq Poz vurmasına. Künefi Pozur Ceyhun dubli imza atır. Xəmsə Mehdiyabad 2, Repro Unity 1. Ramil. Out. Yaşlılar hansı yaş qrupu? Ramilin zərbəsi rəqibdən geri dönür. Ramil. Kamil artıq Repro Unity komandasına itirəcək heç nə yoxdur. Xəmsə Mehdiyabad isə tamamilə müdafiəyə çəkiləcəklər. Ancaq əks hücumlar. Qapı boşdur. Elçin Əliyev. Əliyev qapıya doğru zərbə və gol! 3-1. 3-1. Bu boşluqlar olacaqdı. Tamamilə hücuma atılan Repro Unity komandasının müdafiəsində mütləq ki, həm də qapısında elə boşluqlar olacaqdı və bu boşluqlardan da istifadə edir Xəmsə Mehdiyabad. Kamil. Omran. Kamal. Kamalın zərbəsinə blok gəldi. Qasız. Omran. Kamilin zərbəsi qapına yan keçir və beləliklə final fitlə səsləndirilir. Xəmsə Mehdiyabad komandası bu mərkəz qarşıdurmada 3-1 hesabı ilə qalib gələrək 3 xallı aktivlərini yazdırır. Və biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizlə mən idim şəhsində Seydər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.